Bu videoda kiminsə şəklini qoyub reklam eləyəsi deyiləm. Pulsuz reklam bir dəfə olur, havai reklam. Bu belə. Amma Cəllabadlılara və Cəllabadın icra başçısına deyəcəklərim var və özümə aid bir neçə foto sizə təqdim edəcəm. Əvvəlcə Rafiq müəllim, həqiqətən də mən çox məyus oluram ki, siz belə bir ətrafa, belə bir müdafiəçilərə sahib imişsiniz. Bir qismi kriminal jargondan, bir qismi dini radikalist belə tərzlə, filanla, biraz hədə, biraz qorxu. Doğrudanmı o yaxşı adam dedikləri insanın ətrafı bundan ibarətdir? Bu belə. Yəni, nə qədər ki, gec deyil, belə deyək, şəxsən mənim itirəcəyim bir şey yoxdur bu mövzuda. Nə qədər gec deyil, məncə, yəni, yaşınız da, nətər deyirlər, təcrübəniz də imkan verir ki, dediklərimi tam belə başa düşəsiniz. Qaldı məsələnin digər tərəfinə, dəyərli mənim şəhid və qazi ailələri ilə, ümumiyyətlə şəhid və qazi mövzusunda fəaliyyətimi görmək istəyənlər. Ekranlarınızda gördüyünüz bu foto 2019-cu ildə çəkilib Xudat rayonunun, daha doğrusu Xaçmaz rayonunun Molla Bürhan kəndində və şəhid anasıdır yanımdakı da. Həmin vaxt Azərbaycan mətbuatında, Azərbaycan mediasında, ümumiyyətlə özünü bu sahəyə aid edən heç bir kəsin, belə deyək də, belə yerlərə getməyə o qədər də marağı olmurdu. Açıq danışmaq lazımdır. Bu mövzu 20-ci ildən sonra sanki daha da aktuallaşdı. İkinci gördüyünüz foto yenə 20-ci ildən əvvəldir, Saatlı rayonunda çəkilib. Şəhid Cabbarın atasıdır. Bu ekranda gördüyünüz əlini üzünə tutan şəxs də mənəm. Deməli, bax, bu foto isə 2013-cü ilə aiddir. Erməni ilə o pozisiya deyirlər, cəmi 500 metr məsafədə. Cəmi 2-3 jurnalist olub, onun da biri mən olmuşam. İndi məni ittiham eləyənlər, arxiv fotolarımı görmək istəyənlər. Sizdən çox demirəm, 20-ci ildən əvvəl, 18-ci ildən əvvəl bir 10 şəhid ailəsinə baş çəkdiyinizi, 10 şəhid ailəsinin qapısında olduğunuzun fotosun, sübutun görmək istəyirəm. Əgər yoxdursa, sakitcə gəlin oturaq yerimizə, özümüzü biabır eləməyək. Bir daha da Cəllabadlılara salamlarımı çatdırıram və təkcə Cəllabad yox, bütün Azərbaycanla mənim dostlarım var. Amma kimsə düşünürsə ki, burada hansısa maraqlar var, demək ki, o özü haqqında danışır. Yəni, bir daha deyirəm, məni bilən bilir, bilməyən də özü kimi bilir. Və bir Allahım, bir vicdanım şahiddir ki, bu mövzuda mənim heç bir maddi marağım yoxdur. Kimsə mənə nəsə informasiya filan, bəşməkan. Amma həmin şəxslər də and içsinlər vicdanlarına ki, kişi kimi desinlər ki, bizim də burada heç bir marağımız yoxdur. Təbii ki, bax, ondan sonra inanaram. Mən arxiv fotomun cəmi 3-ünü sizə göstərdim. İndi siz də bir 5 il yox, bir 10 il, 8 il əvvələ aid bir neçə fotonuzu təqdim eləyin. Ondan sonra mən də başa düşüm ki, hə, qarşımdakı insanlar gerçək vətənpərvərlərdir. Amma bir daha, Rafiq müəllim, həqiqətən də mən o yaxşı adam obrazının arxasında belə kriminal yönümlü mesajların, nə bilim, belə dini radikalist mesajların olacağını gözləmirdim. Yəni, belə işləriniz də var imişsə, bilmirəm, təəssüf edirəm, amma mənim yadımdadır o vaxt 20-ci ildə bu maşınlara təkər yığıb cəbhə bölgələrinə, döyüş bölgəsinə göndərəndə orada da fotolarınız falan belə təbliğ olunurdu. O fotoların arxasında belə şeylər də yatırmış. Heç inanmazdım. Bax, bu ekranlarınızda gördüyünüz şəkil isə Biləcərdə çəkilib. Bir ehtiyac içində yaşayan ailəyə baş çəkirəm və sonradan da o ailə mənzildən təmin olundu. Vurun, çıxın faydalarınızı bu cəmiyyətə. Mən bir 2%-ni göstərdim. Ondan sonra danışaq. Yəni, mənim üçün nə xeyirxahlıq, nə görülən yaxşı işlər, nə şəhid və qazi mövzusu kimisə müdafiə eləmək üçün bir sipər deyil. Sadəcə və sadəcə elədiklərimin hamısını insanlıq və Allah xatirinə öz vicdanım üçün eləmişəm. Yəni, mənə görə kiminsə müdafiəsində belə mövzuların istifadəsi ümumiyyətlə qəbul edilməzdir. Kimsə istifadə eləyirsə, o artıq onun öz işidir. Bu görüntüdə isə şəhid bulağının yararsız vəziyyətə düşdüyü ictimailəşdirilib mənim tərəfimdən Xətai rayon ərazisində. Digər bir görüntü, bax, bu ev qazi evidir. Burada asfalt çəkilməyi mənim təşəbbüsümdən sonra olub Xəzər rayonunun ərazisidir.
Sadəcə bir daha qeyd edirəm, mən belə şeylərdən prim yığıb özümü yaxşı göstərmək niyyətində deyiləm. Bir də gərək mənim haqqımda belə adamlar hazırlayanda ki, intiqamı tənqid eləyin filan, özdə biraz kriminal, biraz belə, biraz elə. Onda gərək yaxşı araşdırmaq lazım idi ki, intiqam kimdir? Və bir daha deyirəm, 10 il əvvələ gedək, kimin nəyi var, nə fəaliyyəti var, qoyaq ortaya, sonra danışaq. Bu dəblə, modla, prim üçün olan məsələlər mənə görə deyil. Allah işlərinizi avand eləsin. Bir daha deyirəm, Rafiq müəllim, məncə bir yaşınıza, başınıza uyğun davranıb müəyyən məsələlər ki var, onları özünüz yoluna qoyacaqsınız. Çünki bu söhbət çox belə utanc vericidir. Rafiq müəllim, bir dənə bu dediklərimi müdafiəçilərinizə də göndərin, onlar da baxsınlar. Yəni hər halda faydalı olacaq. Çünki mənim arxivimlə maraqlanılıb və hər halda baxaq görək kimin arxivində bu mövzuda daha çox xidmət və daha faydalı işlər var. Bu gördüyünüz foto isə Xocavənddə Nərgiz təpə deyilən ərazidə çəkilib, pozisiya ilə yenə 300-500 metr məsafəsi var. Azərbaycanın milli qəhrəmanı İbad Hüseynov həmin vaxt Azərbaycan bayrağı ordeninin kavaleri idi. Yəni hələ milli qəhrəman statusu verilməmişdi. Yanımızdakı digər şəxs isə Allah rəhmət eləsin, Qəni Səyyad Əlizadə idi. Bax, burada çox həyati riskli bir yer idi. Orada da deməli olmuşuq əsgərimizin, insanlarımızın yanında. Sadəcə bir daha qeyd edirəm, mənə belə məsələlərin primi lazım deyil. Heç bəzi fotoları da şərh eləmirəm, özünüz görə bilsəniz və yaxud da baxmaq istəsəniz baxarsınız.